Rizan şəhərinin milis bölməsinə qadın ağlayaraq gəlmişdi. O yalvarırdı, kömək edin. Valentina Laskotova bildirdi. Dünən onun yoldaşı işə yollanıb və işdən geri qayıtmayıb. Həmin günün səhəri isə başqa bir qadın müraciət etdi. Qadın bildirdi ki, ona 24 yaşlı qızı Albina Laskova evə gəlməyib. Qadın 100%lıq əmin idi. Onun başına bədbəxt bir hadisə gəlib. Çünki onun evə geri dönməmək üçün başqa bir səbəb yox idi. Dedektivlər şübhə çəkdi. Çünki hər iki itən şəxslər eyni rayonda yaşayırdılar. Beləliklə ərazi uçotkovaları, məhəllələri və binaları gəzərək itən şəxslərin fotoşəkillərini göstərirdilər və qonşulardan biri Albina Laskovanı son dəfə rəfiqəsi və qonşusu 23 yaşlı Valentina Makartsova ilə görüblər. Sonra isə rəfiqələr bir yerdə harasa getdilər. Dedektivlər Makartsovanın evinə yollandılar. Amma qızla danışıqlar nəticə vermədi. Valentina Makartsovanın istintaqa verdiyi ifadələrində Albina Laskova itən günü saat 5 radələrində mən onu məhəllədə gördüm. Biz onunla bir neçə dəqiqə söhbət etdik. Amma mənim işim olduğu üçün biz tez ayrıldıq. Amma Albina söhbətini bitirmək üçün mənimlə yaxın dükana qədər getdi və mən bundan sonra onu bir daha görməmişəm. Və beləliklə artıq hadisədən 3 il keçmişdi. Valeri Laskotovu və Albina Laskovanı bir daha heç kim görmədi. Və günlərin bir günü axşamçağı Valentina Laskotovanın qapısı döyüldü. İtkin düşən Valeri Laskotovun həyat yoldaşı qapını açdı. Qapı arxasında dayanan qadın bildirdi. Mən sizin həyat yoldaşınızı kim öldürdüyünü bilirəm. Bu səmimi etiraflardan sonra ev yiyəsini həyəcan bürüdü. Sizin həyat yoldaşınızı öldürən Genadır. O hər kəsi beləsinə öldürür, kim onun xoşuna gəlmir. Bu sözlərdən sonra Valentina dərhal telefonun dəstəyini əlinə aldı. Bunu görən qadın həmin dəqiqə qaçmağa başladı. Həmin günün səhəri milislər Valentina Laskotovanın evinə gəldilər. Dedektivlər tez bir zamanda qapıya gələn qadının kimliyini müəyyənləşdirdilər. Qapıya gələn həmin qadın Natalya Makartsova idi. İtkin düşən Albina Laskovanın rəfiqəsi. Elə ki onu milis bölməsinə apardılar, qadın səmimi etiraflar etdi. Albina Laskovanı və Valeri Laskotovu mənimlə qeyri-rəsmi münasibətdə olan Gennady Şurmanov və onun dostu Igor Churasov öldürüblər. Qadın bildirdi ki, onlar daha 7 nəfəri də öldürüblər. Beləliklə Churasovun evinə yollandılar. Churasovun evində axtarış keçirilən zaman dedektivlərin ağlı dondu. Evin hər bir yanında insan kəllələri var idi. Kəllələr xüsusi olaraq təmizlənmiş və rənglənmişdi, sanki bir suvenir kimi. Dolabların üzərində yerləşən qablarda isə canlı həşəratlar var idi. İlan və hörümçəklər. Elə ki Churasovu tutdular, o ağladı. Mənim həşəratlarım mənsiz neyniyəcəklər axı? Görünür onun həşəratlarına yazığı gəlirdi. Amma öldürdüyü insanlara isə yox. Birinci cinayətini Churasov öz dostunu öldürməklə gerçəkləşdirmişdi. Həmin dostu onun evinə tez-tez gəlirdi. Dostunun onun evinə tez-tez gəlməsi onu bezdirmişdi. Və günlərin bir günü onun yanına 2 dostu gəldi. Onlar bildirdilər ki, gedəcək yerləri yoxdur və bir gün orada qalmaq istəyirlər. Churasov dostlarının onun evində gecələmələri üçün razılaşdı. Gecə onlar yatdıqdan sonra isə o fikrini dəyişdi və yazıqları yatdıqları yerdə baltaladı. Sonra onları quxuya sürüyərək aparıb tikələrə böldü. Bədənin bəzi hissələrini o sobada yandıraraq kül etdi. Həmin hadisənin səhərsi günü isə o bu hadisəni yaxın dostu Gennady Şurmanova danışdı. O dostuna öz həyat mövqeyini bildirdi. Mən bu şəkildə cəmiyyəti lazım olmayan zibillərdən təmizləyirəm. Şurmanova onun danışdığı fəlsəfə xoşuna gəldi. Şurmanov nəinki onun fikirlərini dəstəkləyirdi. Hətta onun cinayət ortağı oldu. Bir neçə gündən sonra onlar daha bir cinayəti törətdilər. Onlara intim münasibətdə yox deyən 2 qızı öldürdülər. Növbəti qurban isə onun iş yoldaşı Valeri Laskotov oldu. Amma daha vəhşi cinayəti isə Albina Laskovanın başına gətirmişdilər. Albinanın öldürülməsini isə onun rəfiqəsi Natalya Makartsova istəmişdi. O rəfiqəsinə paxıllıq edirdi. Və beləliklə Şurmandan xahiş etdi ki, onu da öldürsün. Beləliklə tələyə düşən Albina evə daxil olduqdan sonra Churasov onun ürəyini çıxardaraq tavada qızardıb yedi. Albina Laskovanın ölümündən sonra bu adam yeyənlər mütəmədi olaraq çalışmağa başladılar. Beləliklə artıq onlar tez-tez insan ətini dadırdılar.
Buna oxşar hadisələr başqa şəhərlərdə də baş verirdi. Misal olaraq, Kirgiziya sakini Mikhail Trubnikov öz dostu ilə yeyib içdikdən sonra onu öldürdü. 50 yaşlı kişi öz dostunu doğrayaraq onun ətindən sup hazırladı və bədənin digər hissələrini doğrayaraq soyuducuda tuşonka olaraq saxlayırdı. Öz dostunun başını isə öz eyvanından qonşu bağçaya tulladı. Cinayətkar həbs olunandan sonra bildirdi: "Əgər biraz da gec gəlsəydiniz, mən onu dadacaqdım." Daha oxşar hadisə Ukraynanın Xaxovka şəhərində baş vermişdi. Həmin şəhərdə həkim ələ keçmişdi. Həkim cavan qızları ələ keçirərək onları doğrayıb yeyirdi. O ələ keçəndə bir cinayətdə təqsirkar bilinirdi. Amma beləliklə o daha bir neçə cinayəti də boynuna aldı. Həkim öz qurbanlarının ətindən müxtəlif yeməklər hazırlayırdı. Makarçova öz rəfiqəsinin vəhşicəsinə öldürülməsinə dair heç bir vicdan əzabı yaşamırdı. Və günlərin bir gün o başa düşdü ki, Şurmanov artıq ona qarşı məhəbbət hiss etmir və beləliklə düşündü ki, belə olduğu halda artıq o özü də qurbana çevrilə bilər. Yalnız ölüm qorxusu onu məcbur etdi ki, o milisə müraciət etsin. Bununla da o sevgilisinin və onun dostunun vəhşi cinayətləri barəsində milisə danışdı. Məhkəmə onun səmimi etiraflarını nəzərə alaraq ona 6 il həbs cəzası oxuyaraq azadlıqdan məhrum etdilər. Amma adam yeyənlər İqor Kirasov, Gennadiy Şurmanov isə həmin gün məhkəmədə iştirak etmirdilər. Məhkəmə tibbi ekspertizası bu iki adam yeyəni əqli cəhətdən sağlam olmadıqlarının qərarını verdi. Məhkəmə qərarına əsasən onlar xüsusi tibbi müəssisəyə yerləşdirilmişdilər. Beləliklə ölüm hökmünün olmaması bir daha fürsət verir ki, onlar sağalaraq normal insanların həyatına qayıda bilsinlər. Dostlar, bu cinayətlər bir daha sübut edir ki, insan canlılar içərisində ən təhlükəli yırtıcıdır. Siz Məxfi Cinayətlər kanalındaydınız. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Və bununla da yanaşı öz fikirlərinizi rəylər bölümündə bildirməyi unutmayın. Bizim üçün sizin fikirləriniz çox maraqlıdır.